Futbolçu Paul Pogba 4 illik diskvalifikasiya olunub. Buna səbəb 30 yaşlı oyunçunun antidoping qaydalarını pozmasıdır. Belə ki, Pogba'nın 2023-cü ilin sentyabrında verdiyi doping testi müsbət nəticələnib. Araşdırmalardan sonra oyunçunun qadağan olunan maddə qəbul etməsi təsdiqini tapıb və nəticədə onu diskvalifikasiya etmək qərarı qəbul olunub. Yayılan məlumata görə, Paul'un 2026-cı ilədək müqavilə ilə məxsus olduğu Juventus bu hadisədən sonra onunla sözləşməyə xitam verməyə hazırlaşır. Qeyd edək ki, son illərdə zədələrdən əziyyət çəkən Pogba 2022-ci ildən Turin təmsilçisində çıxış edirdi. Daha əvvəl 2012-2016-cı illərdə də qoca senyoranın şərəfini qoruyan yarım müdafiəçi karyerası ərzində A seriyasında 4, İtaliya kubokunda 2, Super kubokunda isə 3 dəfə qalib gəlib. Bir müddət Manchester United'də də top qovan Pogba 2 dəfə İngiltərə Liqa kubokunu qazanmaqla yanaşı 2017-ci ildə Avropa Liqasında qalibiyyətə sevinib. 2013-cü ildən çağırıldığı Fransa millisində 91 maçda 11 qol vuran Paul, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında, 2021-ci ildə isə Millətlər Liqasında fəxri mükafata yiyələnib.